Baku was basically tax for people who are coming from Caspian Sea. And you have to bring seeds from Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Amerika-Azərbaycan Ticarət Palatasında Rumsfeld Fondunun Mərkəzi Asiya Qafqaz Təvqaüd proqramının iştirakçıları ilə görüş keçirildi. Görüşdə açılış nitqi ilə çıxış edən Amerika-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqlara palatanın fəaliyyəti barədə məlumat verdi. O, təmsil etdiyi qurumda proqramın iştirakçıları ilə görüşün artıq ənənəvi hal aldığını diqqətə çatdırdı. Donald Rumsfeld Fellowship. So this fellowship is a regional one from. Mən Kamka təqaüdçüsüyəm. Bu təqaüd regionaldır. Cənubi Qafqaz, Mərkəzi Asiya, Monqolistan və Əfqanistan ölkələrini əhatə edir. Və biz, bütün təqaüdçülər, bu çox maraqlı layihədə iştirak etmə imkanı qazandıq. Biz bir ay müddətində ABŞ-də olduq. Boston, New Hampshire, Vermont və New York şəhərlərinə səfər etdik. Biz QHT-lərlə, Senatda, akademiyada, jurnalistlərlə və bir çox digər maraqlı şəxslərlə görüşlər keçirdik. Bütün təşkilatçılara, tərəfdaşlara və dostlara təşəkkür edirik. Bu, şəbəkələşmək və milli maraqlarımızı dünyada tanıtmaq üçün əla bir fürsət idi. Opportunity to make networking and promote our national interests around the world. I'm very happy to be here. I'm a fellow at the Rumsfeld Foundation Fellowship Program, and here today we're having a reception by Chamber of Commerce of Azerbaijan in the United States, and I really hope that relations between Burada olmaqdan çox məmnunam. Hazırda mən Rumsfeld Fondunun təqaüd proqramının iştirakçısıyam və bugün Amerika Birləşmiş Ştatlarında yerləşən Azərbaycan Ticarət Palatasının təşkil etdiyi qəbulda iştirak edirik. Ümid edirəm ki, Azərbaycan, Qafqaz və Mərkəzi Asiya, o cümlədən bizim ölkəmiz arasında iqtisadi, biznes, sosial, mədəni və siyasi əlaqələr daha da inkişaf eləyəcək. Biz bu əlaqələrin möhkəmlənməsini çoxdan gözləyirdik. 5 həftəlik proqram ərzində biz bir region kimi bir yerdə olduq və gördük ki, indi bir-birimizə daha da yaxınlaşmaq, müxtəlif sahələrdə əlaqələri gücləndirmək üçün çox əlverişli zamandır. side, we would like to say that we really support and we want our countries and our nations to be closer to each other and develop together in a better and prosperous. Daha sonra çıxış edən Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim bildirdi ki, Amerika prezidenti Donald Trump hazırda region və Orta Asiya ölkələri ilə dərin əməkdaşlıq etməyə və münasibətləri inkişaf etdirməyə çalışır. Səfir həmçinin avqust ayında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Ağ Evdə keçirilmiş görüşü xatırladaraq, Cənubi Qafqazda sülhün hökm sürdüyünü və Orta Asiyada isə böyük inkişafın müşahidə olunduğunu vurğuladı. Bizim regiona Amerikanın xüsusi diqqəti indi var. Mərkəzi Asiya, Qafqaz, xüsusilə bu avqustda cənab prezidentin Vaşinqtona səfəri zamanı gələndən sonra prezident Trumpla görüşü və s. sülhlə bağlı çox böyük fokus var idi onda. Eyni zamanda Mərkəzi Asiyanın Amerika ilə yaxınlaşmasının Azərbaycanın mühüm rolu olmasını çox maraqlı müqayisələr danışdıq. 60-dan çox, axır 5 həftədə 60-dan çox görüş keçirdik. Bizim 10 nəfər, yəni ki 10 gənc lider var burada, 10 nəfər, hansı ki Mərkəzi Asiyadan gəlib Türkmənistan, Özbəkistan, Qazaxıstan və s. Monqolistan, Əfqanistan və s. və çox böyük məncə Azərbaycan üçün mühüm bir məqamdır. Ona görə ki, çoxlu Mərkəzi Asiyadan olan gənc mütəxəssislər, hansı ki bizdən biri buradadılar, Qafqaz haqqında çox da tanımırlar, Qafqazı tanımırlar və indi isə onların diqqəti çox-çox artıb. İyunda Kamka forum Bakıda olacaq və bütün 320 Kamka keçmiş yəni ki, tələbələri, felloları gələcəklər Bakıya. Və mən düşünürəm ki, Azərbaycan üçün o məqam çox vacibdir ki, bütün dünya, Amerikanın bir neçə senatoru gələcək, bir neçə think tanklardan gələcəklər və s. Çox gözəl məqam olacaq. Which are great news. So in the Caucasus, in the South Caucasus, we're having peace. In Central Asia, we're having great developments. So cohesive regions, definitely in cooperation with the United States.
O qeyd etdi ki, bu irəliləyiş insanlar, hökumətlər, bizneslər, vətəndaş cəmiyyətləri ilə Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıqda bir çox imkanlar açacaq. So the Camp Gift Fellowship Program started back in 2008. It was started by the Rumsfeld Foundation, which I represent, and the Central Asia Caucasus Institute, led by Dr. Fred Starr. We've now had over 300 fellows. This is our 31st fellowship session. We have rising... Təqaüd proqramı 2008-ci ildə təsis edilib. Bu proqram Rumsfeld Fondu və Mərkəzi Asiya və Qafqaz İnstitutu tərəfindən yaradılıb. Bu günə qədər proqramda 300-dən artıq iştirakçı olub. Hazırda 31-ci təqaüd proqramı sessiyası keçirilir. Burada Mərkəzi Asiya, Monqolistan, Cənubi Qafqaz və Əfqanistandan olan gənc liderlər iştirak edir. Interests are, what our policy towards the region is, and what we really think is more important than that is that they actually get to know each other in the region and they become quite close friends. They get to learn more about their neighboring countries, talk about ways they can collaborate and cooperate, and then that cooperation extends long beyond they participate in the program. Kamaka təqaüd proqramının direktoru David Sumbatse proqramın əsas məqsədinin Cənubi Qafqaz, Orta Asiya, Əfqanistan və Monqolistan arasında 10 ölkənin Amerika Birləşmiş Ştatları ilə əlaqələrini gücləndirmək olduğunu bildirdi. Son 17 il ərzində biz artıq 300-dən çox məzunu olan geniş bir şəbəkə yaratmışıq. Onlar oxşar dəyərləri bölüşür, eyni nəslə mənsubdular. Bir-birləri ilə dostluq və əməkdaşlıq əlaqələri qurublar. Birgə layihələr və biznes təşəbbüsləri həyata keçirirlər. Bu proqram onlar üçün çox dəyərli bir platformadır. Hər il biz həmçinin Kamka regional forumu təşkil edirik. Bu forum təkcə fellowlar deyil, həm də müxtəlif ölkələrdən gələn qonaqları və tərəfdaşları bir araya gətirir. Foruma Amerika Birləşmiş Ştatları, Avropa, Asiya, o cümlədən Koreya, Yaponiya və Singapurdan iştirakçılar qatılır. Geosiyasət, biznes və investisiya mühiti, sahibkarlıq, təhsil kimi region üçün aktual olan mövzular müzakirə olunur. Gələn ilin iyun ayında növbəti Kamka regional forumu Bakıda keçiriləcək. Biz 300-dən çox iştirakçının toplanmasını gözləyirik və bu tədbirdə aparılacaq müzakirələrə, fikir mübadiləsinə və yeni təşəbbüslərə böyük ümidlər bəsləyirik. Qeyd edim ki, Kamaka 2008-ci ildən bu yana hər il yaz və payız aylarında Mərkəzi Asiya, Əfqanistan, Monqolistan və Cənubi Qafqazda olan 10 ölkədən 10 iştirakçını bir araya gətirən təqaüd proqramıdır. That Baku Arbitration Center was just launched, and I